Hə, bax bu çox gözəl sualdır. Trigonometrik tənlik. Belə bir cəm vermişəm, yuxarılarda və aşağılarda. Deyirəm ki, tənlik həlli. 3 sinus Nə 6. ağzınıza nə gələr? Sizdən biraz soruşum hələ. Müəllim, hasilə çevirəcəyik də burada. Necə? Burada sürətdə sinus 3x-dan sinus 7x-i, çünki ortada o Aferin, sinus 5x-i verəcək. Əla. Əslində 60-da da topluluqda həmən. məsələn belə sual tipləri var. Əla. Deməli nə edirsiniz? Ədədi silsilə kimi gedir. Görürsüz? Deməli bunu çevirəndə bax bununla bunu çevirin. Məsələn bax sinus 3x-i istəyir sinus 7x. Hasili cəmə çevirin. Eləyir 2 dənə sinus topla bölü 2-yə. Kosinus çıx bölü 2-yə. 2x. Bununla da bunu eləyin. Oradan görürsünüz yuxarıdan sinus 5x-lər ortaq olur, ixtisar gedir. İndi bax bunun bicli üsulu nədir? O görə vaxtınız gedərdi axı. Bicli üsulumuz budur. Ortada dayananın nisbətləri olur. Sinus böl kosinus. Onda cavab nə edəcək? Tangent. İndi tangent köküçü necə alırdı? İlk kök, yəni 60 dərəcə. Üstəgəl Pika, pika. yəni 180 dərəcə vurka. Onda Bölək hamısını beşə. 5'e böləcək. 12 üstəgəl 36 dərəcə vurka. Deyir ki, bura düşən köklər. Yəni birinci dərəcəki köklər. K-lara qiymət K verir. 0 olanda 12 dərəcə eləyir. Çünki katam ədədidir. K1 olanda tapın. K2 48. olanda düşər. Bu şəkildə. Deyərdik ki, orada neçə kök var. Bildinizdə yəqin ki, burada mən nə demək istərdim. Bəli. İndi növbəti imtahanlarda ola bilər yuxarıları lap artıraq.